ətli tərəfləri var, yağlı tərəfləri, ətli tərəfləri. Hamısını aparırlar. Südləri aparırlar, almaları aparırlar, almaların sürülərini saxlayırlar. İllər öncə 3 saylı uşaq evindəki həqiqətləri danışan Məhəmməd Hacıyev həbs edilib. 2006-cı il təvəllüdlü Məhəmmədin həbs olunmasına səbəb kimi uşaq evinin 12 yaşlı sakini olan oğlanı zorlaması göstərilir. Məhəmməd Kürdəxanaya gətirilib və 2024-cü ildən bəri orada cəza çəkir. Keçdiyimiz günlərdə ona 10 il həbs cəzası verilib. Məhəmməd Hacıyevin vəkili Rafiq Alışov bildirir ki, Məhəmməd özünə qarşı irəli sürülən iddiaları rədd edir və illər öncə 3 saylı uşaq evi haqqında həqiqətləri mediada işıqlandırdığına görə hazırda şərləndiyini bildirir. Cinayət işini oxuyduqdan və tanış olduqdan sonra və eyni zamanda Məhəmmədlə də görüşdükdən sonra, konfidensial ünsiyyətdən sonra məlum oldu ki, cinayət işi ümumiyyətlə kobud qanun pozuntuları ilə, prosessual pozuntularla aparılmışdı və Məhəmmədin hüquqları kobud şəkildə pozulmuşdu. Çünki hər bir cinayətdə təqsirləndirilən və ittiham olunan uşağın mütləq şəkildə konvensiyanın tələblərinə görə özü ilə bağlı məlumatları dilə gətirmək hüququ vardır. Lakin işdə olan sənədlərdən məlum olur ki, ümumiyyətlə Məhəmmədin özünün də dediyinə görə cinayət işində onun hüquqları kobud şəkildə pozulmuş, dövlət tərəfindən təyin olunan müdafiəçi tərəfindən ümumiyyətlə onunla konfidensial ünsiyyət saxlanılmadığı, onun ümumiyyətlə fikrinin alınmadığı və istintaq müstəntiq tərəfindən sənədlərə qol çəkdiyini, yəni onun diktəsi ilə protokollara qol çəkdiyini bildirir. Ümumiyyətlə Məhəmməd bu cinayəti inkar eləyir, yəni rədd eləyir ki, onun tərəfindən belə bir cinayət törədilməmişdir və o sosial şəbəkələrdə və bəzi internet televiziyalarında həmin müəssisəyə qarşı orada olan qanunlarla bağlı mətbuatda o qanunlar dilə gətirdiyinə görə onu şərhlənmişlər və onun cəzalandırılması üçün belə bir cinayət işi onun barəsində açılmışdır. Məhəmməd Hacıyevin vəkili Rafiq Alışov bildirir ki, hadisədən bir ay sonra polisə məlumat verilməsi cinayət işində şübhə yaradan məqamlardandır. Məhəmməd özü də məhkəmədə də ifadəsində qeyd elədi ki, kamera görüntüləri gəlsin. Təqdim eləməyiblər kamera görüntülərini? Xeyr, yəni nə hüquq mühafizə orqanları, yəni istintaq həmin kamera görüntülərini tələb eləməyib və eyni zamanda həmin müəssisə özü də həmin kamera görüntülərini istiqaqa təqdim eləməyiblər və mən bu barədə məhkəmədə də vəsatət qaldırmışdım. Yəni kamera görüntülərinin təqdim olunması ilə, tələb olunması ilə bağlı, lakin məhkəmə bizim vəsatətimizi təmin eləməmişdir. Təbii ki, artıq apellyasiya, həmin hökmdən apellyasiya şikayəti vermə mərhələsindəyik. Problemlə bağlı 3 saylı uşaq evinə yollandıq. Qurumdan bildirildi ki, direktordan açıqlama almaq üçün Sosial Xidmətlər Agentliyinə müraciət etməliyik. Sosial Xidmətlər Agentliyinin departamentinə müraciət etməlisiniz. Oradan icazə verilir, o katiblik orada sizi qəbul edəcəklər. Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Suallarımızın cavablandırılacağı bildirilsə də, bir neçə dəfə cəhd etməyimizə baxmayaraq cavab verilmədi. Vəkilin iddiaları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əlaqə saxladıq. Baş Prokurorluqdan bildirildi ki, təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var. Stat. Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü seksual xarakterli zorakılıq hərəkətləri 14 yaşına çatmayan şəxs barədə törədildikdə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq 9 dekabr 2024-cü il tarixində ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından 23 sentyabr 2025-ci il tarixli hökmlə o 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs Məhəmməd Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var. Bununla yanaşı media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə materiallar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməkdir.
etdirməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasına, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işinə dair məlumatlar paylaşarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik. Statın sonu. Qeyd edək ki, ötən illərdə 3 saylı uşaq evi ilə bağlı bəzi məlumatlar yayılıb. Yayılan məlumatlara görə Qurban Bayramında imkanlı şəxslər tərəfindən uşaq evinə göndərilən qurbanlıq ət və heyvanların müəssisənin keçmiş direktoru Məhbubə Hüseynovanın tapşırığı ilə onun sürücüsü tərəfindən satıldığı iddia edilirdi. Özü də bu görüntüləri 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim etmişdi. Digər bir fakt isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 3 saylı uşaq evində araşdırma aparması ilə bağlı idi. Müəssisədə bəzi nöqsanlar müəyyən edilərək Məhbubə Hüseynovaya töhmət verilmiş və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülmüşdü. Əlavə edək ki, 3 saylı uşaq evinin hazırki direktoru 2023-cü ildən bu vəzifəni icra edən Gülnarə Şəmiyevadır. Rəbiyyə Əhmədova, Əskər İbrahimli, APA TV.